qaçış nəticələrimizin yaxşılaşmasında ən önəmli məqamlardan biri də təpə təkrarlarının edilməsidir. Bu interval məşqinin bir növüdür. Sizə sürətinizin qaldırılması vacibdirsə, mütləq şəkildə təpə təkrarları etməyə çalışmalısınız. Çünki burada siz maksimum efortla məşq edirsiniz və bu istər-istəməz bədəninizin o yüksək tempdə işləməsinə təsir göstərir və bununla da siz yavaş-yavaş daha uzun müddətli ürəyin döyüntülərinin çox olduğu halda da davamlı qaça və yaxud da qaçmağa başlaya bilirsiniz. Ona görə də sürətinizin qaldırılması barədə hədəfiniz varsa, mütləq şəkildə məşqlərinizə təpə təkrarları əlavə eləyin. Bunun üçün Bakının relyefi kifayət qədər yaxşıdır, əlverişlidir. Siz həm BBV tərəfdə, həm Dağüstü parkda, həm də şəhərin fərqli məkanlarında belə yerlər tapa bilərsiniz. Həm uzun, yəni 1-2 dəqiqəlik və yaxud da ki 15-30 saniyəlik sprintlər eləyə bilərsiniz. Bunun hər birinin öz effekti var. Uzun müddətli, qısa müddətli sprintin də əsasən yerindən götürülmə məsələsində böyük önəm var. Xüsusilə sprinterlər qısa sprintlərə üstünlük verirlər. Uzun məsafə qaçışları isə daha çox uzun məsafə, yəni 1-2 dəqiqəlik müddətdə sprint eləməyə çalışırlar təpələrdə. Uzun sözün qısası, siz hansı metoddan istifadə etməyinizdən asılı olmayaraq mütləq məşqlərinizin içində təpə təkrarları olmalıdır. Bunu yeni başlayanlara tövsiyə etmirik. Çünki onlar, mən özüm də başlayan interval məşqi nə idi bilmirdim. Yaxşı olar ki, bir 5-6 aylıq zona 2-də qaçış eləyəsiniz. Daha sonra məşqlərinizə tempo və sprintlər əlavə eləyəsiniz. Ümid edirəm, bu video sizin üçün faydalı oldu. Yenə də çəkib yerləşdirməyə çalışacağım. Hər birinizə uğurlar.